Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər birini. Hal-hazırda sizlər üçün binənin mərkəzində əsas yoldan 100 metr məsafədə 152 kvadratlıq 5 otaqlı bir 2 mərtəbəli həyət evi göstərəcəm sizlər üçün. Qapıya qədər yol, dayanacaqla 100 metr məsafədədir. Səhətlərimiz paket kursalı evin həyətində sizlər üçün tam məlumat verəcəm. Qeyd etdiyimiz kimi 152 kvadratdan ibarət olan 5 otaqlı bir həyət evi. Səhətlər paket kursa. Əsas yoldan 100 metr məsafədə. Tikiliş, təbii ki, bu cür gözəl evin tikilişi standartlara uyğun tikilər. Fundamenti, beton kəmər, 1 və 2-ci mərtəbənin arası monolit beton. Həyətinin sahəmizi göstərir sizlər üçün. Belə bir gözəl həyətin sahəmizi var. Bu hissədə darvaza, darvazadır, tutma darvazadan. Qəşəng, rahatlıqla maşın həyətə daxil olur. Əvvəldə olaraq həyətində geniş hissə var. Bu hissədə isə sizlər üçün belə bir manqaldan hazırlanır. Ehtiyat xüsusən, ehtiyat xüsusən var. Evin arka əmraqında gəlib baxımdan olarsınız. Kofi otağı hazırlandı, əziz dostlarımız. Bax, tənzir, gözəl dizayn. Əsas yolu yaxın məsafədə. Geniş kvadrat olan gözəl bir 2 mərtəbəli həyət evidir. Qiymət 205.000 manatdan satışa çıxırdı. Real hazırda qiymətdə indirim olacaq. Hava soyuqdur, sizlər də çox gözlətməyəcəm. Keçək evimizin daxili proyektini yaxından tanış olaq. Gəlin. Birinci mərtəbəmizdə daxil olub evimizin koridor hissəsinə. Gördüyünüz kimi bir dənə fikir verək buna ətrafı yaxından. Yəni, bu işləri görünməyibdir. Hamısı boyalardan istifadə olunubdur. Burada belə bir geniş qonaq otağımız var. Yer ümumilikdə istif olunur. 1 və 2-ci mərtəbə arası monolit betondur. Geniş bir qonaq otağımız var. Laminat döşənir. Tam təmirli, çılçıraqlarına qədər hamısı asılıbdır. Pərdələrə qədər hamısı asılıb. Hazır vəziyyətdə. Evin hündürlüyünə də diqqət yetirək dostlar. Belə bir mətbəx hissəmiz var. Gözəl mətbəx hissəmiz. İtalyan boyalarından istifadə olunduğu evdə birinci mərtəbəyə məxsus olan geniş bir yataq otağımız var. Burada qonaqları istəyirlər, sizlərlə. İndi isə evin sanitar qovşağı ilə tanış olaq. Hər otaq 2-ci mərtəbəyə. Hörmətli izləyicilərimiz, çox gözəl təşkildir.